Proqram Medianın İnkişafı Agentliyinin və Audio-Vizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Bugün çox maraqlı və ekstravagant qonağımızla birlikdə Qəbələ şəhərinə yola düşəcəyik. Əvvəlcə gəlin gənc idmançımızla tanış olaq. Mən Emin Göycəli, 16 yaşım var, 5 ildir fitness və qaydası döyüşlə məşğulam. Dəfələrlə Respublika birinciliyinə çıxmışam. Mənim ən böyük arzum Kamil Zeynali ilə görüşmək idi. Qarşılayın təcrübəli bodybuilderimiz Kamil Zeynallı. Salam Kamil müəllim, necəsiniz? Xoş gəlmisiniz. Siz necəsiniz? Çox sağ ol, yaxşıyam. Gözlətmədim. Yox, yaxşıydı. Qəbələ şəhərinə xoş gəlmisiniz. Sağ olun. Minnətdaram. Necə eləyək? Heç sən, siz bilirsiniz də bu günləri Emir balaya görə gəlmisiniz. Hansı yerdə yaşayırlar? Bu Qışlaq kəndində. Qışlaqda, Aydın Qışlaqda. Aydın Qışlaqda, bəli. Yaxındır ərazi, bir 10-15 dəqiqədə yol. Gedək, problem Siz hazırsınızsa gedək. Hazırıq, hə. Xeyrisindən. Getdik, elədik. Kamil bəy bugünlə bağlı təəssüratları ilə bizimlə bölüşdü. İlk öncə təşəkkür edirəm layihəyə görə, əziyyət olan hər kəsə. Və Qəbələ şəhəri mənim sevdiyim şəhərlərimizdən biridir. Qəbələ çox gözəldir. Və Qəbələdən də Azərbaycan çox rayonundan yaxşı idmançılar, güclü fiziki idmançılar, savadlı idmançılar çıxır. Qəbələdən də bir çox tanınmış idmançılar olub, rezultatlı idmançılarımız olub. Və indi də beləsinə təklif gələndə ki, sizdən orada Emin adlı bir gəncimiz məni görmək istəyir, mənim məşqlərimə, ümumiyyətlə mənim gündəlik həyatıma diqqətlə yanaşır, baxır, izləyir. Mənim üçün də maraqlı oldu. Gedək bir yerdə idmançıda o da bildiyimə görə, sizdən bildiyimə, eşitdiyimə görə. Gedək görək Emin necə bir idmançıdır, nəylərlə məşğul olur, məşğuliyyəti nədir və biz də onunla bir gün maraqlı vaxt keçirdək. Kamil bəy, bəs gənc idmançılarla görüş sizin üçün yeni təcrübədir? Bəli, Bakı şəhərində də olub, rayonlarımızda da olub, digər şəhərlərimizdə də olub. Amma bir gün olmayıb, bir neçə saat görüşümüz olub. Ümumi zalda gənclərlə, tələbələrlə sual cavablarımız olub. Həm təbliğat aparmışıq dövlət xətti ilə narkomaniyaya qarşı mübarizə, gənclərimizi idmana çağırış etmək və yaxud həvəsləndirmək, onlarla söhbətləşmək, beləsinə belə çəkilişimiz olmayıb. Səhərdən axşama kimi çəkiliş olmayıb. Ümid edirəm ki, yaxşı olar. Maraqlıdır. Kamil Zeynallının fikrincə, uğurlu idmançı olmaq üçün ən vacib xüsusiyyət hansıdır? Bilirsiniz, bugünkü gün, bugünkü zamanədə tanınmış olmaq da asandır. İdmançı ola bilərsən, onsuz da elə bir bizdə belə bir
gedişat var, yəqin görürsünüz. İdmana gedirlər, idmana yazılırlar. İstəyir ən çox da turnajör deyim, digər döyüş növləri deyim. Yazılırlar idmana və bir aydan, 2 aydan sonra artıq o dar maykaları giyinib və yaxud da ki, saçların əsl o MMA idmançıları var, onlar kimi eləyib, saqqallarını onlar kimi eləyib. Hətta ki, qulaqlarını da sındırırlar. Qulaqlarını sındıra bilməyəndə nəsə bir geyimindən, saçından, başından, saqqalından oxşayırlar ki, biz idmançıyıq. Bu günlərim o vidi, o fasonu daşımaq asaddır. Amma idmançı olmaq çətindir. İdmançıdan da yanaşı, idmançı olmaq üçün də birinci sən tərbiyəli, mərifətli, qanacaqlı insan olmalısan. Sonda təcrübəli idmançımız öz həyatı ilə bağlı məqamları bizimlə bölüşdü. Mən hardasa 20 ilə yaxındır ki, fitnessdəyəm, bodybuildingin içindəyəm. Bizim federasiyanın rəhbəri Rauf müəllimdir, Bünyat Əliyev. Azərbaycanda son illərdə İdman Nazirliyinin və bizim Bodybuilding Federasiyası Rauf müəllimin diqqət sayəsində bodybuildingə diqqət, həvəs çoxalıb. İştirakçıların sayı çoxalıb. Hətta bizim idmançılarımızın çoxusu bodybuildingdə Avropa çempionu oldular. Pro kart kazanan idmançılarımız oldu. Dünya çempionu olanlar da oldu. Yəni bu sevindirici bir haldır ki, biz bodybuildingdə gedib Avropada, dünyada sözümüzü deyib gəlirik. Bu da yenə deyirəm, federasiyamızın rəhbəri Rauf müəllimin yanaşmasından, ciddi yanaşmasından və keçirdiyi yarışlara gəlib insanların daha çox baxmasından, mən özüm də keçən il yarışda iştirak elədim. Öz kateqoriyamda men's fizikdə qalib oldum. Mən özüm də bu günlərim Limak Fitness zalını işlədirəm. Bizim də savadlı trenerlərimiz var və savadlı trenerdən də yanaşı gəlib məşq eləyən insanın da öz iradəsi, gücü olmalıdır ki, bizim idman elə bir idmandır ki, bizim idmanda qida ən önəmli rol oynayır. Və mən də ki, bugünkü gün öz idmanımla məşğulam. Davam edirik də, hər gün idman edirik. Bizim idman elə bir idmandır ki, çox vəfasız idmandır bizim idman. Bodybuilding idmanı, fitness idmanı. Sən idmanı yığırsan, aylarla bədənini yığırsan, illərlə yığırsan, 10 gün, 15 gün məşq eləmə, təzədən onu yığdığın başlayır yavaş-yavaş əriməyə. Bir tərəfdən də yaxşıdır ki, əziyyəti və heyfin gəlir. Sən onun bədəninin ölməyinə, necə ölməyini deyim, yəni əriməyini qoymursan və bacarırsan ki, bacardığın qədər çalışırsan ki, hara gedirsən get, idman eləyəsən, formada qalasan. Bu da gözəl bir şeydir, həm sağlamlığına görə, həm bədənin formada qalmağına görə. Hər zaman olduğu kimi ailə üzvləri bizi həyəcanla qarşılayır. Xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Salam, Emin. Elnur. Elnur, Allah yaxşıdır. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Canım, xoş gəlmişsiniz. Çox sağ olun. Siz gedəsiniz. Sağ olun qardaş, təşəkkür edirəm. Sizin bu qonaqpərvərliyinizi gördük. Sevindik, evinizin istiliyi, səmimiyyətiniz hər şeydir. İnşallah o gün olsun, oğlumuzun, balalarınızın xeyir işinə gələk. Çox sağ olun. Təşəkkür edirəm. Yolunuz nəsə keçdi? Orada keçdimi? Yaxşı, tezdən çıxmışıq, altın yarısından çıxdıq. Bu İsmailli yolunda təmir gedir axı yolda, ona görə biraz yavaş-yavaş gəldik, sirkələnə. Oğlumuzun neçə yaşı var? Emindir, 16 yaşı var. 16 yaşı var, maşallah. Neçə ildir idmanla məşğuldur? 5 ildir. 5 ildir. Bəli. İdman mərkəzinə gedirəm, Olimpiya kompleksinə. Hər gün siz aparıb gəlsiniz, yoxsa özü gəlib gedir? Özü gəlib gəlir. Buradan ora nə qədərdir yolda? 10 kilometr. 10 kilometr, hə. Mən Eminin yerinə olsam, arada cross qasıb gedərəm, qasa-qasa gedərəm, o daha eləmirsən, nesə elənsinə. Təhsil önəmlidir. Ümumiyyətlə, bu dəqiqə elə-belə məsələ çəkim, dünyanın nəhəng klublarından, Barcelona deyim,
Real deyim, yaxud Almaniya, Fransa futbol klubları indi bizim idman növünə də aiddir. Fərqi yoxdur. Oranın tanınmış idmançıları az yaşlı olsun, 16-17 yaşında gəlib peşəkar futbolçu olublar, komandaya düşüblər əsas heyətə. Və onlar hətta dünya çempionatında futbolçunun biri finala çıxmışdılar. Finala çıxa-çıxa da onlayn qaldığı oteldə onlayn imtahana hazırlaşırdı və yaxud da imtahan verirdi. Yəni, dərslə məşğul. Hə, dünyanın ən tanınmış idmançıları, ən çox qazanan idmançıları bugünkü gün təhsili önəmli bilir. Və yaxud onlar da fikirləşərlər ki, biz milyonlar qazanırıq və təhsil bizim nəyimizə lazımdır. Amma ilk öncə idmançıya təhsil lazımdır. Ola bilər, deyə bilərsən ki, elə oxumağa həvəsim yoxdur, amma gələcəkdə bu fikirlər səni çox geriyə sala bilər. Həyatda ilk öncə idmançıya tərbiyə, özünü aparmağı və təhsil lazımdır. Ola bilər, dünya çempionu ola bilərsən, Avropa çempionu ola bilərsən gələcəkdə inşallah. Amma sən bir idmançı kimi özünü apara bilmirsənsə, sənin tərbiyən yoxdursa, sənin nə bilim digər özünə məxsus getdiyin yerlərdə özünü aparmaq qabiliyyətin, qanacağın yoxdursa, sənin qazandığın bütün uğurlar hamısı kölgədə qalacaq. İlk öncə, maşallah, belə baxaram, mədəni tərbiyəli olansan, bayaqdan sizə gələndən fikir verirəm özünü aparmağına. Çalış həyatda həmişə hər bir şeyə, hər bir insana, 7-dən 77-yə hər kəsə hörmətlə, mərifətlə, qanacaqla yanaş. Bu günlərim idmançılar var ki, öz qolu gücündən çöldə və yaxud da hardasa çox istifadə edirlər, sıradan bir vətəndaşlara. O da düzgün deyil. Heç vaxt belə şeylər fikirləşmə ki, mən güclüyəm, mən bodybuildinglə məşğulam, mən MMA ilə məşğulam, kimsə döyüm, kimsə yıxım, o məndən zəifdir. Qəti elə şeylər fikirləşmə. O idmançının ən zəifliyidir. İdmançı gücünü, qüvvətini döşəkdə göstərməlidir. MMA isə setkada göstərməlidir. Bodybuilding isə zalda göstərməlidir, ştanklarda, qantellərdə. Çalış bunlardan həmişə yararlan və sonra da yenə qayıdıram fikrimin əvvəlinə, təhsillə məşğul ol. Mütləq təhsillə məşğul ol. Sən sabahlarım ola bilər idmandır, travma ala bilərsən. İdman karyeran sona çata bilər. Heç Allah eləməsin, məsəl üçün deyirəm. Və ondan sonra sənə lazımdır ki, öz təhsilin üzrə, oxumağın üzrə bir ixtisasın olsun, bir sənətin olsun. Və deyəcəksən ki, vaxt sonra deyəcəksən ki, ayda, vaxtında gərək mən oxuyardım. İndi örgətmək olmasın, xahiş edirəm. Mən özüm, yəni bu işin içindəyəm neçə illərdir. Və bu işdə də təhsili buraxıb idmanla məşğul olub, sonradan zərərin, ziyanını çəkənlər oldu. Gələcəkdə idman üzrə nailiyyətlər olacaq. Ola biləcək dövlət tərəfindən mükafatlandırılsın və lazım olan bir vəzifəyə qoyulsun. Dövlətdə hansısa bir quruma, vəzifəyə işə düzəlsin. Soruşacaqlar, ali təhsilin var, yoxdur. Düzdür, yenə işə qoyacaqlar, amma zəif yerdə olacaq. Amma təhsil olsa, ali təhsili və lazım olan yerdə oturacaq və getdikcə də qabağa gedəcək. Ona görə də bir valideyn kimi də sizin borcunuzdur ki, necə idmanda övladınızı dəstəkləyirsinizsə, təhsildə də ilk öncə idmandan qabaq təhsili də dəstəkləmək lazımdır. İdmanda hər an travma ala bilərsən, amma təhsildə isə həmişə sənin yolun açıqdır. Hətta təhsildə də əlil insanlar var. Görmüşük yəqin əlil arabasında əl ayağı işləməyən, amma bu günlərim onlar təhsil alıb gedirlər qabağa, institutlarda oxuyurlar. O çətinliklə də olsa arabada gedirlər institutda, məktəbə və yaxud digər yerlərə təhsil almağa. Ona görə təhsil önəmlidir. İdman deyə bilərəm ki, ikincidir. Amma idman həmişə lazımdır. Çünki nailiyyətlər bizim ölkəmizə, dövlətimizə, xalqımıza lazımdır idmançıların yetişməyə. Amma təhsillə yanaşı təbii ki. Nənə, neçə nəvəniz var? 8. 8, maşallah. Onda siz neçə qardaşsınız? 2 qardaş, 2 qardaş, 2 bacı. Onda sizdə neçə övladdır? Emin. 3 övladdır, maşallah. Xeyrin görəsən hamısını, toyun görəsən. Çox sağ olun. Onların içində idmana məşğul olan var Emin'dən başqa? Yoxdur, bir dənə Emin'dir. Amma o birisilər ilə məşğullar təhsillə, eləmi? Oxuyur, 3 nəvəm çöldədir, Bakıda oxuyur. Böyüklər, onlar böyükdülər. Oxuyurlar. İnstitut oxuyurlar, hə, maşallah. Nə gözəl, nə gözəl. Çox sağ olun. Siz əslində Qəbələdənsiz, eləmi? Qəbələ gözəl şəhərdir. Mən Qəbələni sevirəm. Çox sağ Bütün rayonlarımız gözəldir. Fərqi yoxdur. Təbiəti oldu, olmadı. Hər yerin öz gözəlliyi var. Amma Qəbələ mənim üçün daha bir gözəldir, daha bir maraqlıdır. Burada idmançılar da yaxşı yetişə bilər. Bir insanın idman həvəsi olsa, çünki buranın təbiəti o qədər idmana aiddir ki, yəni dağı, dərəsi, meşəsi və yaxud yolları, burada ən azından sən
ən azından ən aşağısı Azərbaycan çempionu yetişdirə bilərsən. Çünki bu təbiət qoynunda şükür Allaha dövlətimiz də bugünkü gün idman kompleksləri yaradıb hər rayonda. Bugünkü gün məşq edirsən, eləmi idman kompleksində və orada şəraitiniz yaxşı. Ümid edirəm ki, yaxşı. Çünki buradan sonra ora gedəcəyik. Gedib orada həm məşq eləyəcəyik, həm də ki məşqlə, oranın şəraitindən tanış olacağıq. Görək necədir sizin və şərt o deyil ki, yəni kompleks olsun. Yəni kənddən də, ağaclardan da çıxan idmançılar var, həyətdə özünüzün şərait qurub məşq eləyən də idmançılarımız var. Amma əsas odur ki, şərait var da, şərait varsa demək nəticədə olmalıdır inşallah. İnşallah. Elnur kişi, elə idmandan söhbət düşmüşkən, elə bizim hələ günümüz qabaqdadır. Bu günlər Eminlə gəzəcəyik, dolaşacağıq, məşq eləyəcəyik. Bir gözəl, maraqlı vaxt keçirdəcəyik. Biz çıxaq yolumuza, yenidən qayıdıb gələcəyik axşam. Emini sizə təhvil verəcəm. Mən də Bakıya çıxacam yola inşallah. İcazə verirsiniz? Bəli. Təşəkkür edirəm, çox sağ olun. Bəli, verilişimizin ən maraqlı və həyəcanlı anlarına gəlib çatdıq. Kamil Zeynallı Eminlə birlikdə idman zalına yola düşürlər. Hazırsan? Bəli. Özü yaxşı hiss edirsən? Bəli. Gedək maraqlı vaxt keçirdək. Belə məşq eləmək olar. Düzdür, aparatlar azdır, amma lazım olan aparatlar var. İlk öncə bədəni qızışdıraq, 5 dəqiqə belə trenajör işləyək, 5 dəqiqə. Bədəni qızışdıraq, sonra turnik, brus, sonra başlayaq hərəkətlərə. Yaxşı mı? Gəl. Deməli, adama 2 podxod turnik, işləyək 2 podxod. Turnik brus çox önəmlidir. Adam həm rezin kimi edir, həm də bütün əzəlləri aktivləşdirir. Turnik brusun çıxartdığı və saxladığı bədəni heç bir idman saxlamır. Bu günlərin biz 3 çiyin hərəkəti, 3 çiyin hərəkətindən sonra da baxarıq getsə əgər, gedərək getməklə sonra da çiyin işləyərik. Deməli, əlvi tutursan bu xəttdən barmağını, açırsan, əlvi belə açırsan, sonra barmaqları gətirəcəksən yerinə. Bir nəfəsi burax. Bax, eyni sənin çəkinlə işləyim, deməyim ki, qaldırıb təbii ki, bütün çəki ilə mən də məşq edə bilərəm, amma əsas burada hərəkəti düzgün və dəqiq eləməkdir. Saydakı, məsəl üçün, 6-7 lazım deyil. Bizə çəki normalda normal olub və saydakı 20 ilə başlayıb mən hərəkətləri 20 sayla başlayıb 15-ə 12-yə kimi salıram. Çəkini qaldırdıqsa, yəqin anladın mən, eləmi? Növbəti hərəkəti yenə kürəkdir. Kürək üçün ən lazım olan hərəkətlərdən biridir. Bunda əydirsən 90 dərəcə də olar. Bunu bax gətirirsən bu göbək hissəsinə kimi, qarnın aşağısına kimi. Aşağı gətirəndə bunu aralayırsan. Təzə. Bu hərəkətlər cürbəcürdür. Sırf bu hərəkət. Bunu enli bayaq işlədiyimiz kürəyin arxasını, qabağını işlədik ya. Bax, onunla da işləmək olar. Kamil müəllimə təşəkkür bildiririk. Bu gün gəlib Eminlə məşq keçdi və bu bizim üçün də böyük motivasiya oldu.
Eminə uğurlar arzu edirəm. Apar aşağı. Aşağı apar, apar aşağı, apar, apar. Hə, çəkindi. Dirsəklərdən. Bax, görürəm ki, ağırdır. Yəni, sənlik deyil bu çəki. Yox, gözlə. Dəyişirik çəkini. Demək, o 18 idi. Götürürük biz 14. Dedim sənə bayaq başlayanda, elə bir hərəkətə başlayanda elə bir çəki götür ki, məsəl üçün ki, artıq 20-də, 18-də sən yorulmalısan. Əzələn yorulmalıdır, göynətməlidir. Yoxsa götür. Yoxsa sən bunu götürdün, 20 eləyirsənsə say. 20-yə çatdın, 19, 20, qoydun yerə 11 təsiri yoxdur. Axırıncı sayılar var, 17, 18, əziyyət çəkməlidir, göynətməlidir. Sonra, məsələn, 20 elədik, çəkini 14-dən 20 elədik. 20 sayda əziyyət çəkdin sən, hiss elədin ki, axırıncı 18-19 göynətdi əzələni göynətdi. Sonra bunu çəkini qaldırırıq, 16. Yenə eyni qaydada. Getdi, 20-yə gedib çata bilmiriksə 18 də eləyə bilərik. Problem yoxdur, 17 eləyə bilərik. Bax, hərəkət belə olmalıdır. Çəkini qaldırmalısan, sayı azaltmalısan yavaş-yavaş. Davam elə. Daş qalxmamış, çiynini qaldırma. Qaldır. Ay, sağ. Yorulmusan. Emin balamız əməlli başlı yoruldu. Belə də olmalıdır. Çünki bugün Kamil Zeynallı master klası keçir. Dirsəyini böyük, dirsəyini bükəndən sonra özü bir damcı fırlada bilərsən, bir damcı. Yaxşı, çox yox. Fırlatma, çox çalış. Özü, bədənini çox fırlatma yuxarıya. Ancaq, qol işlə. Ay, sağ ol. İndi daha çox hiss edəcəksən. Bugünkü məşqimiz çox yaxşı keçdi. Kamil müəllim verdiyi məsləhətlər üstündə işləyəcəm və onun kimi uğurlu idmançı olacaq. Bugün biz sırf kürəyin dərinliyini işləmirik də, bütün hərəkətlər kürək olmasın. Bugün qatışdıraq, çiyinlə, kürəklə çiyin. 3 hərəkət kürək işlədik, 20, 20, 15, 12 elədik. İndi isə keçək çiyinə. Yenə 3 hərəkət çiyin işləyək. Əslində mən işləyəndə 4 hərəkət kürək işləyirəm, 4 hərəkət çiyin, 8 hərəkət elə olur ki. İndi bu günlərim 3-3 eləyəcəyik. Ağırla başlamayaq, ağır ehtiyac yoxdur. Ümumiyyətlə, ağırla çox məşq eləmək ziyandır biraz. Bacardığımız qədər əzələni yormalıyıq, əzələni göynətməliyik. Onda daha yaxşı effekt alırıq. Biraz çəki yüngül olsun, biraz səbir və düzgün texnika tələb edir. Hərəkətləri götürəndə, məsələn, bunu cürbəcür işləyirlər. Belə də işləyirlər qabaqdan, belə də işləyirlər. Əslində bunun texnikası, düzgünlüyü, bax, bu qaydada nəfəslə, yenə nəfəs öz qaydası, öz yerində olmalıdır. İndi isə sən bu çəki ilə yox. Bax, belə baxanda 10 kiloqramdır. 10 kiloqramı düzgün eləyəndə, 10 kiloqramı götürürsən, tutaq kimi. Deyirlər, bu nədir, razminka üçündür. Amma o sənə yüngül gələ bilər. Hərəkəti düzgün tutub eləyəndən sonra o sənin əzələni necə göynədir, necə yandırır və necə təsir edir əzəlinə. Əsl ki, hərəkət düzgün elə. Çəki, yəni çox ağır olmağına ehtiyac yoxdur. Mən ondan işlədim, sən 6 ilə işlə. Götür, indi 6 sənə yüngül ola bilər. Fikirlə 6 kilo nədir ki? Çox adamda baxan deyək ki, 6 kilo nədir ki, amma 6 kilonun düzgün dəqiq məşq eləyəndə əzələni incidib göynədirsən, onda hiss edirsən əzələni. Dediyim kimi, qolu açırıq. Hiss elədinmi? Yandırdı. 6 kiloqramdır. Qızların çoxsa 6 kiloqramla məşq edir. Və indi eşdən də ekran başında deyək ki, 6 kiloqram nədir? Amma o nədir deyən var, hərəkəti düzgün eləsə, onda bilər ki, 6 kiloqram nədir? Düzdür, Eminin yaşı azdır, hələ gəncdir.
Eminin karyerası belə göstərsə qabaqdadır inşallah. Uğurları qabaqda daha çox olacaq. Bizim məşqlə onun məşqi biraz uyğun gəlmir. Onun yarı məşqi MMA idi, yarı məşqi fitnessdir. Bodybuilding deməyək, fitness deyək. Bodybuilding çünki bodybuildingə hazırlaşanlar sırf yarış, bədən gözəlliyi və bədən göstəri üçün hazırlaşırlar. Fitnessdə də yenə bədən gözəlliyidir, amma tam o peşkarcasına deyil. Amma ki, zamanla hər şeyi yaşı az olduğuna görə gələcəkdə onun üçün böyük bir uğur, nailiyyətlər gözləyir. İnşallah arzu edirəm ki, daha da möhkəm olsun idmanında, məşqində. Düzdür, özümlə onu bir tərəzi gözünə qoymaq olmaq düzgün deyil. Çünki mən illərdir bu idlə məşğulam, amma Emin artıq deyim ki, bu fitnesslə, bodybuildinglə harasa 3 ildir, 2 ildir məşğul olur. Ona görə yavaş-yavaş daha yaxşı olacaq, ümid edirəm ki. Əminik ki, Emindən savayı ekran qarşısında əyləşən gənclər də Kamil bəyin göstərişlərinə riayət edərək göstərilən hərəkətləri düzgün icra edəcəklər. Qəbələ çox gözəl rayondur. Burada gəzintiyə çıxmamaq olmaz. İdman elədik. İdmandan sonra belə təmiz havada, şərait varsa əgər, belə təmiz havada gəzmək daha çox xeyirdir. İdmançı üçün, ümumiyyətlə insan üçün. Amma yemək yeyəndən sonra da daha gəzsə daha yaxşıdır ki, həzmə və həzmdən sonra da dincəlmək, gəzəndən sonra dincəlmək daha yaxşı gəlir adama. Necə oldu məşq? Yaxşı oldu. Yorulmadın? Xeyr, mən. İndi birazdan gedib qəşəng yemək də yeyərik. Amma təbii ki, idmandan sonra da bilirsən də yeməyə diqqət etmək lazımdır. Hər bir şey bu idmanda idmançı üçün qidadan asılıdır, düzgün qidalanmaqdan asılıdır. Gedib bir dənə birazdan oturub bir yerdə yemək yeyərik. İdmana aid nəsə sualın varsa, deyil mənə. Bodybuilding ən çətin, ağır tərəfləri hansıdır? Bodybuilding ümumiyyətlə çox ağır idman növüdür. Bu idmanda hər bir şeyə düzgün riayət eləməlisən. İstəyir yuxu olsun, istəyir qidan olsun, istəyir sənin məşqin olsun və qəbul elədiyin vitaminlər olsun. Vitaminləri qəbul eləmək üçün yediyin yeməklər və onun tərəvəzləri olsun, digər nələrdənsə qəbul edəcəksənsə, hər bir şeyə düzgün riayət eləmək lazımdır. Və ən əsası da idman təbii ki. Yoxsa sən nə qədər idman edirsən elə bodybuildingdə, əzələ üçün, sənin bu tərəfindən idmandan sonra qidalanman və qəbul elədiyin vitaminlər doğru olmayandan sonra bu elədiyin idmanın, ağırlığın, bədənin formaya salmağın, bədənin heç bir təsiri, idmanın o bədənə heç bir təsiri olmayacaq. Ona görə düzgün qaydada səhər açılandan axşama kimi bu idmanda 5-6 dəfə qidalanmalısan. 5-6 dəfə. Amma götürüm bir dəfə, 2 dəfə yeyim gündə, bir oturuma 3 boşqab yemək yeyim ki, mən çox yeyim ki, o xeyr, o bizim idmana aidiyyəti yoxdur, elə bir şey yoxdur. Hər bir şey qramla, qədərində düzgün olmalıdır. Və yaxud da mən bunu yeyim, bir də axşam yeyərəm, yox. Əksinə gün ərzində bizim idmanda, bodybuildingdə az yeyib çox yeməlisən. Sən sual verirsən ki, bunun çətin tərəfləri hansıdır? Bodybuildingin hər tərəfi, hər şey çətindir özünə aid. Qidasından tutmuş, yəni riayət eləməlisən. Riayət elədinsə, nəticə bədən forman, bədənin forman, əzələləri çox gözəl olur. Mən məsələn, bodybuildingin men's fizik üzrə kateqoriyada, men's fizikdə çempion olanda mən gündə 5-6 dəfə qidalanırdım, 5-6 dəfə. Gün ərzində yarışa 1 ay, 2 ay qalmış günə 10 litr su içirdim. Təsəvvür edin, məni toya çağırırdılar. Toya gedəndə özümlə yemək aparırdım. Nəyə görə yemək aparırdım? Çünki yediyim yeməyin qramı düzgün olmalıdır. Onun böyründəki ətidir, balığıdır, toyuğudur, hamısının qramı düzgün olmalıdır. Müəllim, mən bu qramı necə özümə tərtib edeyim? Yəni, qidalarının qramı necə olmalıdır, onu demək istəyirsən. Deməli, bizim bu idmanda, bodybuildingdə, bu texnikadır bir növüdə. Bu idmanda da, məşqlərin də, qidalanmanın da qramı da, bədən formana görə də, çəkinə görə də seçilir, fərqli olmalıdır, fərqli. Məsəl üçün, indi baxır ki, sən Lordində də bədəni biraz böyütmək istəyirsən böyük olsun. Onda qramlar, düyü qramları, məsələn, düyü olsun, qreski olsun, 300-400 qram olmalıdır bir porsiyada. Amma gündəlik yeyə bilərsən 700 qram, 800 qram düyü qəbul eləyə bilərsən 2 dəfəyə, 3 dəfəyə. Ümumiyyətlə, bu idman növündən
danışma çoxdur. Dəqiqələr, saatlar aparır. Bizim idman bodybuilding anatomiyadır. Anatomiyanın dərinliyi də ki, çox dərindir. Necə ki, tibb sahəsində kimi. Bizim idmanın bir tərəfdə tibbə dayanır. Yəni, bu sahədə düzgün hər bir şey, qidalanma olsun, sağlamlığına düzgün fikir verilməsi. Amma görə dərin söhbətdir. Oturub Allah qoysa axşam yenə də söhbət edə bilərik. Qəbələ gözəldir da. Yəni, buranın təbiəti, adam gəzdiksə gəzmək istəyir, nəfəs aldıqsa nəfəs almaq istəyirsən. İdman burada çox gözəl gedir. Gəl, biraz gəzək, dolaşaq, biraz vaxt keçirdə, sonra axşam da gedək süfrə ətrafında oturaq. Söhbətimizi orada davam elətdirərik idman barəsində. Yaxşımı? İndi isə dincəlmək zamanıdır. Görək Kamil bəy ilə gənc idmançımız bu fürsətdən necə istifadə edəcək? Əyləncə dolu anlardan sonra Kamil gənc idmançımızla olan söhbətini masa arxasında davam etdirir. Emin, bugün qəşəng məşq elədik. Sonra gəzdik, söhbət elədik açıq havada. Dedim, söhbətimizin davamında burada restoranda, kabinetdə davam elətdirək. Və sonuncu suallarını mənə denən, suallarını ver mənə. Mən də bildiyimdən cavablandırım və sonra da yola çıxım, evimə gedim. Mən yarışa çıxmaq istəyirəm. Bədənimi necə quruda bilərəm? Deməli, bu bədən qurutmaq dərin prosesdir və bu qurutmaq işində düzgün istifadə olunmalıdır hər bir şey. Mən sənə söhbətdə bayaqlarını vurğuladım. Qurutmaq nədir? Qurutmaq bədəni. Yağlı, duzlu, şirin nemətlərdən uzaq olmalısan. Adam var ki, çörəkdən kökəlir, adam var şirniyyatdan kökəlir, adam var yağlı yeməkdən kökəlir, müxtəlif bu qeyri-pəhriz qidalarından kökəlirlər. Və qurutmaq üçün də bu qidaların tərsini etməlisən. Məsəl üçün, gün ərzində 3 litr su içməlisən aşağısı, getsə 4 litr də olar, pis olmaz. Ümumiyyətlə, yağlı şirniyyatlardan uzaq olmalısan. Gün ərzində yediyin düyüdür, qreçkadır, bulqurdur, toyuq ətidir, balıqdır, can ətidir, tərəvəzlərdir, meyvələrdən də hamısı olmaz. Və bunlardan qidalananda da düzgün qidalanmalısan. Bayaqlarım biz yolda söhbət elədik səninlə, o yeriyəndə. Məsəl üçün, adam var ki, gündə deyir ki, mən bir dəfə yemək yeyirəm. Pəhri saxlayanda da, saxlamayanda da. Əksinə o yaxşı bir şey deyil. Günə bir dəfə yemək yemək düzgün deyil. Mədəni bir dəfəmliyə doydururlar, fikirləşirlər ki, oturum doyuncaq yeyim, pəhriz də olsa bir boşqap yeyim, 2 boşqap, 3 boşqap yeyim, özümü doydurum, mən tox qalım axşama kimi. Bu doğru deyil. Qidalanma olanda istəyir əzələni böyüdəndə, bədəni qurudanda, pəhriz saxlayanda, arıqlayanda gündə az-az yeyib çox yemək lazımdır. Çünki mədə birdən 2-3 porsu qəbul eləyəndə onu əritməkdə çətinlik çəkir. Onu həzm eləməkdə çətinlik çəkir və o özü çəkiyə gedir. Səndə ağırlıq yaradır, halsızlıq yaradır və biraz gümrah olmalısan. Qidanla yanaşı idmanın olmalıdır. Az yeməlisən, idmandan qabaq yeməlisən. Səhər durdun öz qaydasında yeməyini yeməlisən. Səhərdən 2-3 saat sonra təzədən ikinci yeməyi yeməlisən. Günortaya yaxın. Günortadan, məsəl üçün, axşama tərəf 3-cü yeməyi yeməlisən. Axşama tərəfdən lap axşama tərəf 4-cü, yatana yaxın 5-ci deyirlər, altdan sonra qidalanmaq olmaz. Bizim idmanda elə bir şey yoxdur, xeyr. Biz, məsəl üçün, 6-ya qədər karbohidratdan istifadə edirik, məsəl üçün, bəzən. 6-dan sonra karbohidrat yox, ət, balıq, toyuqdan, tərəvəzdən, bunlardan istifadə edirik. Daha çox zülal qəbul edirik. Amma gün ərzində zülalla karbohidratı qarışdırıb, əzələmiz üçün, bədən forması üçün, formada qalmaq üçün bunlardan istifadə edirik. Qidalanman doğru olmayacaqsa,
o əzələ məşqinin, əzələni götürməyə çətin olacaq, götürməyəcək. Çünki bir-birinə bağlıdır. İdman yeməyə, yemək də idman. Həm arıqlamaq, həm kökəlmək, həm də ki, bədəni formaya salmaq. İdman zalında mütləq bu qurutmaqla bağlı hər gün kardio eləməlisən, kardio. Yəni, belaternajör, qaçış aparatında, qaçmaq yox, sadəcə yerimək. Bir balaca naklon eləyə bilərsən, bir balaca o qaçış aparatının qabağını qaldırırsan, çox yox, biraz qaldırırsan, ortaya kimi dursan, sadəcə yerirsən, 40 dəqiqə, 45 dəqiqə hər gün yeriməlisən qurumaq üçün. Sonra yenə suyudur, qidalarından istifadə eləməlisən və elədiyin hərəkətlərdə ağır olmalı deyil qurumaq prosesində. Ağır hərəkətlərə keçmə, ağır. Hamısı, məsəl üçün, bədənin qəşəng quruluşu olmağı üçün 20 saydan başlayaraq, 20-dən 12-yə kimi düşə bilərsən. 20, 15, 12, 18 bu saylardan istifadə edirsən. Bayaq zalda məşq edəndə mən sənə dedim, məsəl üçün 20 dənə edirsən hərəkəti, gəlib 20-yə çatdın, görürsən ki, yorulmamısan da, yəni gedirsə elə 22, 23, 25 elə, dayanma. Yəni boşa getməsin hərəkətin. Əzələni incit, göynəsin, sonra daşı qoy yerə. Növbəti hərəkətə keçəndə, eyni hərəkətin ikinci podxodunu eləyəndə, ikinci dəfəsini eləyəndə çəkini elə götür ki, artıq 20-yə çatanda yandırsın. 18, 17, 19, 20. Sonra təzədən çəkini biraz da qaldır. Artıq getsə 16, 15, 16, 17. Dördüncü podxodda da biraz çəkini qaldırırsan, artıq məsələn 12, 15 arası, 15, 12 arası eləyirsən. Yaxşımı? Bu idman növünə gələnlərin ən böyük səhv nə olur? Fitnesə. Deməli, fitnesə gələn, ilk dəfə fitnesə gələnlərin ən böyük səhvi bilirsən nə olur? Onlar sosial şəbəkədə idman hərəkətlərini görürlər və elə bilirlər ki, hər kəs eyni hərəkəti eləyə bilər. Yəni, səhv odur. Gördüklərini gəlib zalda təkrarlayırlar, yeni başlayanlar üçün. Amma o elənsinə olmalı deyil. Zala gələndə məşqçi ilə ilk öncə məsləhətləşməlisən. Sənin hansısa bir ağrın varsa bədənində, problemin varsa, xəstəliyin varsa və yaxud əməliyyat olmusan, olmamısan, fərqi yoxdur. Sağlamsan, sağlam deyilsən və yaxud hansısa bir problem varsa bədənində, hər bir şey trenerlə məsləhətləşməlisən ki, mən yeniyəm, məşqə başlamaq istəyirəm, ilk günümdür. Hansı hərəkətlər edeyim? Və məşqçi də səni yönəltməlidir hərəkətlərə, ilk günlərin məşqləri olmalıdır. İlk günlərin məşqləri də qarışıq olur, hamısından. Məsələn, turnikdir, brusdur. Turnik, brus adam var ki, turniklə brusu çəkinməni eləyə bilmir. Zallar var ki, zallarda turniklər var ki, diz altına qoysan, dizivi sökürsən, ora səni qalxıb düşməyinə kömək edir. Yəni, ondan istifadə eləmək lazımdır. Bədən əzəllərinin daha yaxşı, aktiv açılması üçün turnik daha çox kömək edir. Çünki universaldır turnik. Qol, kürək, çiyin, hamısını işlədir o turnik hərəkəti. Sonradan da müxtəlif bədən əzəllərinə hərəsindən 2 podxod olmaqla hərəkətlər işləyirsən, çiyinə, kürəyə, qarına, sinəyə, hamısına bədənin əzəllərini ümumi işləyirsən ki, xamlıq gəlir. İlk günlərdə insan məşqə başlayanda bədəndə xamlıq gəlir, ağrılar olur. İkinci məşqdə, məşqin sabahsı günü durursan yuxudan, o birisi gün durursan ki, qolları aça bilmirsən, otura bilmirsən, dura bilmirsən, ayağın hər yerin incidir. O da normaldır. Çünki bədən belə götürək paslanmış sayılır. Bədənin pasını açırsan sən idmandan. Ona görə əzələlər, yatmış əzələri oyadırsan deyənə ilk günlər ağrılar olur. Ona görə ağrı olsa da idmandan qalmaq düzgün deyil. Təzədən yenidən məşqinə gedirsən. 2 məşqə, 3 məşqə ağrılar artıq keçir bədənindən. Yəni, ilk başlayanların səhvi odur ki, öz başına məşq eləməkləridir. Bu idman, travmanı sevən idmandır. Ona görə də travmadan uzaq olmaq üçün zala gələndə ilk günləri məşqçinin göstərişi ilə, məsləhəti ilə məşq eləməlisən. Və hər gördüyünü, sosial şəbəkədə gördüyün hərəkətləri gəlib orada özün məsləhət almadan, öz başına üzərində təbliğ eləməli deyilsən. Məsləhətləşib sonra. Bizim idmandan sonra istirahətimiz və rejimimiz necə olmalıdır? İdmandan sonra istirahətiniz və rejiminiz necə olmalıdır? Ümumiyyətlə, İdman saatları soruşurlar ki, idmanı hansı saat eləməyimiz düzgündür və yaxud da ki, istirahətimiz necə olmalıdır? Hər bir insanın müxtəlif işi var. Gündəlik idman üçün ayıracaq öz vaxtı var. Adam var ki, səhər məşq edir, axşam məşq edə bilmir. Adam var ki, axşam məşq edir, səhər məşq edə bilmir. Niyə? Bütün gün işdə olur, işdən çıxır, gəlir zala.
Və yaxud da ki, səhər-səhər vaxtı olur, gəlir məşqini edir, sonra gedir işlərin dalıyca. Və bu idmanları elədiniz. Yəni bunun vaxt söhbəti problem deyil. Əsasdır ki, idmanını eləyəsən. Biri var eləməyəsən, biri var ki, fərqi yoxdur. Səhər elədin, axşam elədin, əsas eləyəsən. İstirahət nədir? İdmandan çıxdın, ümumiyyətlə, bazardığın qədər çalışasan ki, gündə 1 saat da olsa, 45 dəqiqə də olsa sən yatasan. Yatmaq. Düzdür, axşam məşq gedib onsuz da səhərə kimi yatırsan. Adam var ki, idmandan çıxır, yorğun, halsız olur, heç gedir ki, idmandan çıxmışam, gedim orada oturum, burada oturum, yox. Əgər axşam məşq eləmisənsə, çıxıb gedib, qidanı qəbul eləyib, qidadan sonra istirahət eləyib, uzanıb yatmağın daha məsləhətdir. Gündüz də məşq eləsən, idman bitəndən sonra, əgər çıxandan sonra da vaxtın olmazsa, gün ortaya heç olmasa çalışıb 45 dəqiqə, 1 saat yatıb, istirahət eləməlisən ki, əzələrə istirahət və əzələr daha çox inkişafı yatan və istirahət zamanında inkişaf edir, böyüyür. Başa düşdünmü? Beləncənə. Ümumiyyətlə, bu idmanda söhbətlər çoxdur. Suallar da çoxdur, cavablar da çoxdur. Biz otursaq, səhərə kimi danışsaq, nə sənin sualın qutaracaq, nə də ki, mənim cavabım qutaracaq. Belə azdan çoxdan fikrimi çatdıra bildim yəqin ki, sənə. İndi bugünü yekunlaşdıraq. İnşallah telefonda danışarıq, nəsə bir sualın, yaransa, əlaqə saxlayarsan, mən də əlimdən gələni, köməyi sənə bildirməyə, çatdırmağa çalışacağam. Çox sağ olun. Yaxşı mı, dostum? Təşəkkür edirəm. Şad oldum səni tanımağa. Uzun və maraqlı söhbətlərlə dolu bir görüşdən sonra evə qayıtmaq vaxtıdır. Görürsən, valideynlər çox nigaran qalmadılar. Getdiniz, gəzdiniz Emin bəylə. Gününüz nə tək keçdi, xoş keçdi. Yaxşı keçdi, maşallah. Allah saxlasın. Çox mərifətli, qanacaqlı bir oğuldu. Getdik, idman da elədik, gəzdik də, atçılığa getdik, restorana getdik, idman zalına getdik. Və günün sonunda gətirdim uşağı sizə təhvil verdim, sağ-salamat. Çox razı qaldım. İnşallah uğurları bol olsun. Həm vətən üçün, həm ailəsi üçün xeyirli övlad olsun inşallah. Nailiyyətli övlad olsun. Ümid edirəm ki, gələcəkdə yaxşı olacaq. Təhsilinə də fikir versiniz, lap yaxşı olacaq. Ən gözəl uğurları arzulayıram nəvəmə həyatda. Nəvəm mənim fəxrimdir, fəxr eləyirəm nəvəmlə. Allah canını sağ olasın. Müəlliminə də təşəkkür eləyirəm. Kamil müəllimi görmək istəyərdik, gördük. Sağ olsun, bizə xoş təəssüratlar yaratdı. Kamil müəllimə çox təşəkkür edirəm. Xoş gəlibdi, səfa gətiribdi. İnşallah Kamil bəy deyən məsləhətlər Eminə dəstək ola bilər, uğurlar əldə edə bilər inşallah. Mənim bir balaca hədiyyəm var idi. Buradan demək biz şeyə gedəndə, İdman Sarayına gedəndə Olimpik kompleksə məsafə var 10 kilometr. Bir krasovka almışam. Onu sizə gətirdim. Geyinərsən Allah qoysa. Can sağlığı ilə geyinərsən. Və əsas odur ki, addımların hər zaman möhkəm olsun. Getdiyin yerdə həmişə səsin gəlsin, yaxşı mənada inşallah. Təşəkkür edirəm bir daha sizə. Sağ olun. Bu gün Kamil müəllimdən çox qəşəng gün keçirdik. Kamil müəllim mənə məsləhətlər verdi. Mən çalışacağam ki, gələcək karyeramda bunlardan istifadə edim. Mən çalışacağam ki, Kamil müəllim kimi böyük idmançı olum. Deməli, bu gün çox maraqlı keçdi, mənlə maraqlı vaxt keçirdik. Həm evlərindəki o qarşılamaq, qonaqpərvərlik, ümumiyyətlə bizim millət qonaqpərvərdir. Emingildə bizi çox gözəl qarşıladılar. Günümüz maraqlı keçdi, çox razı qaldım. Ümid edirəm ki, gələcəkdə uğurları çox olar və ailəsi də Eminlə fəxr eləyər. Emin, sənə arzu edirəm ki, dövlətinə, xalqına və ailənə yararlı və xeyirli övlad olasan. Həmişə ailən səninlə, sənə baxıb fəxr eləsin inşallah. Uğurların bol olsun, can sağlığı, gözəl günlər arzu edirəm sənə. Möhtəşəm bir gün də sona çatdı. Bugün Eminlə birlikdə bir çox gənc idmançı fitnessin sirlərinə yiyələndi. Unutmayın, sağlam bədəndə sağlam ruh. Gələn görüşlərədək. Proqram Medianın İnkişafı Agentliyinin və Audio-Vizual Şuranın dəstəyi ilə hazırlanmışdı.